Azərbaycan xalq artisti professor Zamiq Əliyev uzun illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Tələbələrin, fakültədə çalışan müəllimlər arasında onun çox böyük hörməti var. Zamiq müəllim musiqiyə, xüsusilə də muğam sənətinə olduqca bağlı olan bir insandır. Demək olar ki, o bu sənətə, tarzənliyə bütün həyatını həsr edib. Və doğrudan da Zamiq Əliyev deyəndə həmişə onun gözəl tar ifaçılığı yada düşür. Bir sıra bizim məşhur xanəndələrlə birlikdə çıxış edib, festivallarda Azərbaycanı layiqincə təmsil edib. Eləcə də yeni nəsil, istər tarzən, istərsə də xanəndələrin yetişməsində onun çox böyük rolu var. Musiqi fakültəsinin ağsaqqallarından biridir Zamiq müəllim. Böyük hörməti var kollektivdə təbii ki. Və onun 75 yaşı tamam olduğu bir dövrdə təbii ki, mən ona ilk növbədə can sağlığı arzulayıram. Onun gözəl ailəsi var, ailəsi ilə birlikdə uzun ömür arzulayıram və arzu edirəm ki, hələ uzun illər Azərbaycan musiqi sənətində Zamiq Əliyevin ifası səslənsin, onun biz çıxışlarını görək və birlikdə seyr edək və birlikdə onun ifasından həzz alaq. Zamiq Əliyevin yaradıcılıq palitrası, fəaliyyəti çox zəngindir, çox şahəlidir və müxtəlif istiqamətlərdən ibarətdir. Və Zamiq Əliyevin əlbəttə ki, Azərbaycan muğamının, Azərbaycan musiqisinin xarici ölkələrdə təbliğində çox mühüm rolu olmuşdu və bu fəaliyyətinin əsas istiqamətlərdən biri də onun əlbəttə ki, pedaqoji fəaliyyətinə bağlıdır. Zamiq müəllim bu dövr ərzində bir neçə xalq çalğı alətləri ansamblı yaratmışdı İncəsənət Universitetində və o cümlədən də mənim yadımdadır, xarici tələbələrdən ibarət olan ansambl yaratmışdı və bu ansambl müxtəlif tədbirlərdə çox uğurlu proqramlar təqdim edirdilər. Zamiq Əliyev Ulu Öndərə həsr olunmuş kitabın müəllifidir və Zamiq müəllimin fəaliyyəti həqiqətən də çox şahəlidir və rəngarəngdir. Zamiq müəllim həqiqətən də çox gözəl dostdur, çox gözəl kolleqadır və çox maraqlı bir müsahibdir və bu yubiley ilində mən Zamiq müəllimi ürəkdən təbrik etmək istərdim və fəaliyyətinin bütün istiqamətlərini uğurlu, səmərəli şəkildə davam etdirməyini arzu etmək istərdim. Mənim Zamiq müəllimlə maraqlı bir yol yoldaşlığım olub. 2002-ci ildə Ulu Öndərimizin İran İslam Respublikasına səfəri zamanı mən də o tərkibdə vardım və hörmətli Zamiq müəllim, mərhum Ədalət Vəzirov və Simara xanım İmanova. Və biz o Azərbaycanın səfərliyində kiçik bir musiqi ifa eləməli idik və sonra Ulu Öndərin o qədər xoşuna gəldi ki, o ifa oldu saat yarım. Və Zamiq müəllim orada mən necə bir məsuliyyətlə bu işə yanaşdığın, o repertuara çox diqqət elədiyin gördüm və onda gözəl yol yoldaşlığını mən gördüm. Zamiq müəllim həqiqətən də sənət dostlarına qarşı, ümumiyyətlə insanlara qarşı çox diqqətlidir. Və ömrün bizim milli musiqimizin təbliğini həsrləmiş bir sənətkardır. Və uzun illər bilirsiniz ki, o bizim dünya şöhrətli müğənnimiz Zeynəb xanımla bütün dünyanı gəzmiş bir sənətkardır. Və eyni zamanda həm də bir ustaddır, bir müəllimdir. O öz bildiklərini öz tələbələrinə öyrədir, yeni tar ifasıları yetişdirir. Gözəl ailə bacısıdır, gözəl dostdur, gözəl qardaşdır. Gözəl nəvələri var onun, övladlarını tanıyıram. Və təbii ki, biz bir çox tədbirlərdə, dövlət tədbirlərində Azərbaycanda çıxış eləmişik, Azərbaycanın bölgələrində çıxış eləmişik Zamiq müəllimlə və hər zaman ondan mən diqqət və qayğı görmüşəm. Mən əziz sənət dostuma bundan sonra da o tar onun sinəsindən düşməsin deyirəm. Hər zaman səhnəmizdə olsun. Həm ustad kimi, həm bir sənətkar kimi, təbii ki, ona hər zaman bizim sənətimizdə ehtiyac var. Əziz qardaşım, yubileyini ürəkdən təbrik edirəm. Sənə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Mən Zamiq Əliyevi çoxdan tanıyıram. Çox zəhmətkeş adamdır. Ömrünü sərf edib musiqiyə, ömrünü sərf edib tara. Yəni, musiqiyə bağlı olan adamdır. Çox böyük hörməti var müəllimlər arasında, tələbələr arasında. Sənət yolu o deməkdir ki, gerək sənət yolunda həm ehtiyatlı olasan, həm dəqiq olasan,
həm də ona, o sənətə qarşı böyük hörmətin olsun ki, sən onu icra eləyə biləsən. Zamiq müəllimin həyatda tutduğu mövqe çox bir düzgün mövqe olub indiyə qədər. Onun bu mövqeyisi də gətirib çıxardıb onu professor, Zamiq, professor almaq hər adam işi deyil. Ona görə hamısı bunlar, nə deyirlər, onun zəhmətinin bəhrəsidir. Arzum budur ki, yəni yenə gələcəkdə də yenə bu fəaliyyətini dayandırmasın. Yeni mahnılarla, yeni musiqi yaradıcılığı ilə məşğul olsun, canı sağ olsun. Mən ona bu yaşda möhkəm can sağlığı arzulayıram, yeni uğurlar və həmişə dostların əhatəsində olmağını görmək istəyirəm. Sənət elədir ki, bir dəqiqə, bir saniyə dayanmaq mümkün deyil. Əgər dayandısa, qatar getdi, gecikmirsən. Bu mənada Zamiq tək elə musiqisi kimi yox, həm də bir ziyalı kimi, həm də intellektual bir vətəndaş kimi, həm də milli mənəvi dəyərlərə xüsusi xidmət eləmək, onun ruhunda, evində, ailəsində yaşadan bir ziyalı kimi mənim üçün çox doğma, çox əzizdir. Zamiq 75 illiyin zirvəsində demək xalqa, tariximizə, musiqi mədəniyyətimizə, ideologiyamıza, milli mənəvi dəyərimizə eləyə biləcək, verə biləcək hər şey verib. O mənada Zamiq müəllim xoşbəxt adamdır ki, həm Allah tərəfindən say seçmə antropoloji görkəmi var, həm gözəl ailə başçısıdır, həm gözəl dostdur, həm də çox vergili və zəhmətkeş bir insandır. Həm də Zamiq kompozitordur, bəstəkardır. Zamiqin o muğamatları bilməsi, muğamat ladlarından xəbərdar olması və onun hansı kökdə, hansı muğam üstündə yazdığı mahnıların və insanın ruhuna yaxın olan melodiyalar üstündə qurması həm də onun peşəkarlığına irəli gəlir. Və Zamiqin üstün bir tərəfdə onun var, o ədəbiyyatı dili də çox gözəl bilir. 75 il əslində müdrik bir ömürdür. 75 il Allahın insanlara qıydığı lütfdir, verdiyi hədiyyət, bəxşişdir. O insandakı ilahi vergisi var, o insandakı müqəddəs yol ki tutub, o müqəddəs yolun yolcusu olmaq üçün yaş heç bir həll eləmir. Sadəcə olaraq həvəs, istək, məsuliyyət və dəyər. Əgər bu dəyərlər, bu məsuliyyət, bu istək varsa, o yolun getdikcə müdrikləşir, o yolun getdikcə dəyər artır. Milli mənəvi sərvətlərimiz zaman-zaman böyük ustadlar yaşadıblar, nəsildən nəsil ötürüblər. Bax, həmin mərhələn bugün mənim üçün Azərbaycan ifa mədəniyyətində böyük bir mərhələ Zamiq müəllimdir, Zamiq yaradıcılığıdır və mən tam ərkən deyirəm ki, qardaş, sən artıq lazım olan bütün xidmətləri eləmsən, Allah sənə ömür versin, Allah sənə ruhu, zövqü, şövqü həmişə belə çılğın eləsin, coşqun eləsin. Hələ sənin bu təcrübən, sənin bu dünya görüşün, sənin bu peşəkarlığın hələ inşallah gələcəkdə bizə gözəl sənət əsərləri bağışlayacaq. Azərbaycanın görkəmli sənətkarı, professor, alim, gözəl, tarzən, musiqişünas, Zamiq müəllimin yaradıcılığını mən çox sevmişəm. Təhsil aldığım illərdə də artıq ansambllara dəvətlər alanda gördüm Zamiq müəllim bəyənir, seçir gəncləri, o cümlədən məni də dəvət eləmişdi ki, Gülyaz, bəs istəyərəm qızım, bu mahnıları ifa eləyəsiniz, bu konsertdə bu muğamları oxuyasınız və elə bir an yarandı ki, Zamiq müəllimin Gözəllər mahnısını ifa elədim, Qısqanıram mahnısını, Nəvələr mahnısını, çox mahnıları ifa elədim Zamiq müəllimin. Zamiq müəllimin iş fəaliyyəti çox gözəldir. Onun sənətə münasibəti, musiqi mədəniyyətimizə olan sevgisi o qədər böyükdür ki, musiqi onun həyatında, ailə öz yerində, musiqi, sənət onun həyatında sanki bir onun nəfəsidir, canıdır. Sonra Zamiq müəllimin şeiriyyata o qədər diqqəti böyükdür ki, söz bölgüsünə, söz vəzninə, mən bunları kəşf elədim Zamiq müəllimdə. Zamiq müəllim yaradıcılığına həm hörmətim böyükdür, həm də sevgim böyükdür. Mən Zamiq müəllimə can sağlığı arzulayıram. Yeni yaşınız mübarək olsun, əziz ustad, əziz sənətkar. 60 ilə yaxındır ki, biz onunla dostuq. Zamiq müəllim unikal sənətkardır. Zamiq müəllim hər tərəfli tarzəndir. Hər tarzənə qismət olmur ki, həm solist olsun, həm müşahiətçi olsun, həm ansambl rəhbəri olsun. Onun özünə məxsus tarda ifa olunmayan mahnılar ifa eləyib. Mən həmişə ondan soruşuram ondan ki, ay Zamiq müəllim, hardan yadıma düşür, ağlıma gəlir. Yəni birisi də o mahnılar artıq oxunub bizim böyük sənətkarlar tərəfindən. Bu gün onu tarla onu ifa eləmək, xalqa onu çatdırmaq, xalqa sevdirmək hər tarzəni işidir. Onu Zamiq müəllim bacarıb. Mən böyük məmnuniyyətlə özüm qulaq asıram onun
ifalarına görürəm ki, doğrudan da nə gözəl, şirin, məntiqli, tara o sözləri, oxumağı, melodiyanı gətirməyə hər tal çalan onu bacarmır, onu Zamiq müəllim bacarıb. Mən ona can sağlığı, uzun ömür, onun bu yubileyini ürəkdən təbrik edirəm. Tar onun sinəsindən heç vaxt düşməsin, mizrabı əlində olsun, yazsın, yaratsın və bizim xalqımızı həmişə feyziyab eləsin Zamiq müəllim. Mənim ustadım Axan Abdullayevin Zamiq müəllimlə, Ədalət müəllimlə işbirliyi olduğu üçün mənim də yolum belə gözəl sənətkarlarla birləşdi. Biz bərabər bildiyiniz kimi bir çox xarici səfərlərdə olduq. Mən həm də Zamiq müəllimi, Ədalət müəllimi onları özümə həmişə bir arxa, bir dayaq bilmişəm. Mən Zamiq müəllimin mahnısı ilə tanınmışam. Mahnı Yar bu gecə. Bir çox Zamiq müəllimin mahnılarını ifa eləmişəm. Zamiq müəllimin sənəti, göz qabağındadır, sənətkarlığı. Zamiq müəllim çox gözəl ailə başçısıdır. Onun çox gözəl evladları var. Onlar da elə mənim gözümün qabağında böyüyüblər. O qədər tərbiyəli, ədəbli, ərkanlı, əlbəttə ki, bu ailədən gəlir. Nə xoş mənə ki, mən sənətə ilk qədəmlərimi qoyanda belə bir sənətkarla yol yoldaşı olmuşam, belə bir sənətkarı tanımışam. Və mən Zamiq müəllimi yubiley yaşı münasibəti ilə ürəkdən təbrik eləyirəm. Ona can sağlığı arzu eləyirəm. Arzu eləyirəm ki, həmişə onun o tarı sinəsindən düşməsin. Dostum, qardaşım Zamiq haqqında söz demək doğrudan da mənim üçün çox asandır. Nəyə görə? 60 ilə yaxındır mən onunla bir yol gəlirəm. Eyni bir sənətə qulluq eləyirik. Bəli, Zamiq çox böyük bir sənətkardır. Həddindən artıq gözəl bir ifaçıdır. Nəyə görə? Çünki elə ifaçılar var ki, görsən çalırlar. Onun simasını görməsən, onun çalğısını bilməzsən ki, kim çalır. Bu ifaçı kimdir? Ancaq Zamiqin elə bir ifası var ki, üzünü görməsən də radiodan, o səsdə eşitsən, o saat bilirsən ki, bunu Zamiq çalır. Bu sənətkarda çox yüksək bir haldır. Zamiq də elə sənətkarlardandır. Öz ifası, öz çalğısı, öz manevri. Neçə illərdir biz onunla Mədəniyyət və İncəsənət Universitetində dərs deyirik. Mən onun tələbələrini görürəm ki, tələbələr ona necə bir böyük bir sənətkar kimi, böyük bir kalifiyə sənətkar kimi yaxınlaşırlar. O da tələbələrin xətrini çox istəyir. Zamiq müəllimin demək olar ki, mən yaşını demək istəmirəm ki, neçə yaşdır. Allah ona can sağlığı versin, uzun ömür, can sağlığı arzulayıram dostuma, qardaşıma. Gələn günləri xeyirli olsun. Heç vaxt o sədəfli tarih onun sinəsindən düşməsin. Xalq artisti, professor Zamiq Əliyevlə biz uzun müddətdir ki, həmkarıq, yol gəlirik bu həyatda. Yaşıdıq, yoldaşlıqda, dostluqda qayğıkeş insandır. Ondan yol yoldaşı olmaq da çox xoşdur. Bir yerdə iştirak eləmək, məclislərdə də xoşdur. Bir sənətkar kimi, bir pedaqoq kimi uzun illərdir Azərbaycan musiqi mədəniyyətində özünün yeri var. Zamiq müəllim böyük sənətkarlarla işləyib. Danucu ansamblında Gülarə Əliyeva ilə, Eseri xalq artisti Zeynəb Xanlarova ansamblında uzun müddət fəaliyyət göstərib. Dünyanın neçə ölkəsində çıxışlar edib. Müşayiətçi kimi nə qədər xanəndələrimizi müşayiət edib. Bəstəkarlığı var. Çoxlu mahnıları var. Zamiq müəllimin ən əsas onun yaradıcılığında səhnə arxası görüşlər kitabını ərsəyə gətirməlidir ki, orada ulu öndərimizin səhnə arxasında görüşlərini o kitabda qeyd edib. Mən Zamiq müəllimə
Əsas möhkəm can sağlığı. Onun 75 yaşı tamam olur. Ona yeni uğurlar arzulayıram. Ən əsası can sağlığı arzulayıram. Respublikamızın xalq artisti Zamiq Əliyev zəhmətkeş, musiqimizin, mədəniyyətimizin hər zaman keşiyində duran dəyərli bir sənətkarımızdır. Zamiq müəllimin gözəl mahnıları var, saysız hesabsız musiqiləri var və bütün deyərdim ki, Azərbaycan incəsənətində olan, üzdə olan, tanınmış, gözəl səs sahibi olan xanəndələr tərəfindən hər biri ifa olunub və mən də onun mahnılarını ifa etmişəm. Onun pedaqoji fəaliyyətinə gəlincə, yüzlərlə onun yetirmələri var və müqəddəs tar sənətini Azərbaycanda onu sevdirən, təbliğ edən və gənclərimizə öyrədən dəyərli bir pedaqoq, dəyərli bir insandır. Bir çox xanəndələr onunla birlikdə trioda çox böyük uğur qazanıb, saysız hesabsız qastrol səfərləri olub. O səfərlərdə də bizim mədəniyyətimizi yüksək səviyyədə təbliğ edib. Bugün Zamiq müəllim sevilir, öz dəsti xətti var. Bugün də onu sevən, pərəstiş edən insanlar var. Zamiq müəllim bundan sonra da yaşayıb yaradacaq, gözəl əsərlərlə, gözəl ifalarla, gözəl tələbələrlə yenə xidmətində davam edəcək. Bu yolda mən ona uğurlar arzulayıram. Onun bu gözəl yubileyi mübarək olsun. Respublika xalq artisti, professor, prezident təqaüdçüsü Zamiq Əliyev bizim dostumuz. Mən onu demək olar ki, gənc yaşımda Danıldız ansamblında görmüşəm. O ansamblda deməli bir tar vardı. Zamiq ifa edirdi. Sonra onlar bizim dünya şöhrətli xanəndə xanımımız Zeynəb Xanlarovun ansamblının rəhbəri olub. Azərbaycan tar ifaçılıq sənətində Zamiq Əliyevin özünə məxsus xidmətləri var. Zamiq sözün əsli mənasında ustad tarzədir. Öz sənəti ilə xalqın məhəbbətini qazanıb. Xalq tərəfindən sevilir, dövlət tərəfindən ona qiymətləndirilib. Mən ona nə arzu edirəm? Ancaq can sağlığı. Arzu edirəm ki, tar həmişə sinəsində olsun. Hələ 80-ı var, 90-ı var, 100 var. Allah can sağlığı versin.